Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi artıq paytaxt Bakıda dini qurumların, yəni din xadimlərinin ikinci forumu keçirilir və elə biz də burada iştirak edirik. Müxtəlif açıqlamalar oldu təbii ki, onlarla bağlı da informasiyalar təqdim edəcəyik. Amma öncə forumla bağlı, forumun əhəmiyyəti ilə bağlı detallı informasiyalara qonağın dini qurumlarla iş komitəsinin sədr müavini Gündüz İsmayılovdan alacaq. Xoş gördük Gündüz bəy. Buyurun təfərrüatlı informasiyaları sizdən eşidək. Dediyiniz kimi bugün artıq Azərbaycan din xadimlərinin ikinci forumunu keçirik və bu onu deməyə əsas verir ki, artıq bu ənənəvi hal-halda Azərbaycan din xadimlərinin forumunun keçirilməsi. Birinci forumdan fərqli olaraq bu dəfəki forumumuzda xüsusi bir məqam kimi qeyd edeyim ki, bizim Türk dünyasından qonaqlarımız var. Türkiyə Diyanət İşləri Başqanı hörmətli Safi Arpaquş forumda iştirak edir. Eyni zamanda Özbəkistandan və Qazaxıstandan qonaqlarımız var. Nümayəndə heyətləri bu forumda iştirak edir. Forumun digər önəmli məqamlarından biri ondan ibarətdir ki, biz digər ölkələrə, istər yaxın şərqə, ümumiyyətlə İslam dünyasına, istər qərbə baxsaq, din xadimlərinin forumlarının, qurultaylarının, konqreslərinin keçirilməsi bu praktikada var və müxtəlif ölkələrdə bu praktikadan istifadə edilir. Azərbaycanda isə məsələ bir qədər fərqlidir. Fərq isə ondan ibarətdir ki, biz din xadimlərinin forumunu yalnız müsəlman din xadimlərinin forumu deyil bu. Bu forumda, yəni digər ölkələrin praktikasından fərqli olaraq Azərbaycanda, Azərbaycan din xadimləri dedikdə və onların forumu dedikdə, burada İslam konvensiyası ilə yanaşı, yəni imamlarımızla, digər din xadimlərimizlə, Qafqaz Müsəlmanları İdarəsi ilə yanaşı, dövlət qeydiyyatından keçmiş bütün dini konvensiyalar, dini icmalar təmsil edilir. Yəni, burada İslamla yanaşı xristiyan icmaları, pravoslavlar, katoliklər, lüteranlar, eyni zamanda digər xristiyan icmaları saylarından asılı olmayaraq, eyni zamanda bütün Yahudi konvensiyaları, bura Azərbaycan Sefarat Yahudiləri də, Dağ Yahudiləri də, Avropa Yahudiləri də daxildir. Bununla yanaşı Azərbaycanda dövlət qeydiyyatından keçmiş Bəxai, Krişna şüuru və digər dini icmalar da təmsil olunurlar. Bir sözlə, Azərbaycan din xadimlərinin forumu Azərbaycanda fəaliyyət göstərən bütün dini konvensiyaları, icmaları əhatə edir. Bu önəmli bir faktordur. İkinci önəmli faktor isə ondan ibarətdir ki, biz aktual olan mövzuları, məsələn, panellərə diqqət eləsək, dövlət-din münasibətlərinə həsr olunan var, dini təhsillə bağlı panelimiz var, qadın hüquqları ilə, qadın məsələləri ilə bağlı panelimiz var, eyni zamanda multikultural tolerantlıq dəyərləri ilə bağlı panellərimiz var. Bu panellər təsadüfi seçilməyib, bu panellər çərçivəsində tanınmış mütəxəssislər iştirak edirlər, eyni zamanda xaricdən olan qonaqlarımız da iştirak edirlər. Biz bugün din sahəsində aktual olan mövzuları, aktual olan problemləri məhz din xadimlərinin iştirakı ilə və yalnız bir dini konvensiyanı yox, ölkədə fəaliyyət göstərən bütün dini konvensiyalara mənsub din xadimlərinin iştirakı ilə müzakirə edirik. Bu baxımdan forumu çox əhəmiyyətli hesab edirik. Güman edirik ki, forum qarşımıza qoyduğumuz məqsədlərə çatmağımız baxımından bizə əlavə bir stimul verəcək və bunu deməyə ötən ilki forumun nəticələri də əsas verir. Və nəzərdə tutmuşduq ki, qeyd etdiyim kimi forumu gələcəkdə də davam etdirik. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir daha xatırladım ki, hazırda paytaxt Bakıda din xadimlərinin ikinci forumu keçirilir və elə biz də burada iştirak edirik. Eyni zamanda bir məqamda vurğulayım ki, keçirilən forum Azərbaycanda dövlət-din münasibətlərinin konstitusiyanın əsasları, dünyəvilik və vicdan azadlığı mövzusuna həsr olunub və təbii ki, bu da dövlətlə din münasibətlərinin tənzimlənməsinə yönəlib. Eyni zamanda bir məqamda vurğulayım ki, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan rəsmi nümayəndələr də hazırda öz işinə başlayan forumda iştirak edirlər. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizə çatdırdığına görə.